Yeni il süfrəsi üçün milföy xəmirindən hazırlaya biləcəyiniz 4 fərqli reseptlə gəlmişəm. İlk resept üçün sevdiyiniz hər hansı salata hazırlayın. Mən kartof, yumurta, döş əti, turşu və təzə xiyar, göyərtini mayonezlə qarışdırdım. Xəmiri üçün isə nazik kəsilmiş milföy xəmirini uzunsov şəkildə yaydım. Stəkanın arxasını yağlayıb xəmiri ətrafına doladım. Burada yağdan qaçmamağınızı, xəmiri isə sonra qopmaması üçün çox da nazik etməməyinizi tövsiyə edirəm. Xəmirin üzərinə yumurta çəkib küncüt səpdim və sobada üstü qızarana kimi bişirdim. Daha sonra bıçaqla kənarlarından ehtiyatla ayırıb stəkandan ayırdım. Ən sonda salatı içinə yerləşdirib üzərini şüyüd yarpaqları və nar dənəsi ilə bəzədim. İkinci resept üçün müxtəlif böyüklükdə kəsdiyim milföy xəmirinin üstünə yumurta çəkib sobada bişirdim. Daha sonra bıçaqla eninə 2 hissəyə bölüb üzərinə pendir və kalbasa yerləşdirdim və bir neçə mərtəbə daha kiçik qatlar əlavə edərək davam etdim. Ən sonda çöp vasitəsilə çeri pomidoru yolkanın üzərinə yerləşdirib spreye servis etdim. Üçüncü resept üçün duzlu bərk pendiri çəngəllə əzib üzərinə doğramış ıspanağı və nar dənələrini əlavə etdim. Burada içliyə zirinc də əlavə etsəz çox daha ləzzətli olacaq. İçliyi qarışdırıb yolka şəklində kəsdiyim milföy xəmirinin üstünə yayıb, üzərinə digər yolka formalı xəmiri yerləşdirdim. Kənarlarını kəsib tək-tək vurdum. Üzərindən isə yumurta çəkib sobada 200 dərəcədə bişirdim və masaya servis etdim. Sonuncu resept üçün milföy xəmirinin yarı hissəsinə mayonez, ketçup, holland pendir və kalbasa yerləşdirib, geri qalan hissəni üstünə qatladım. Uzunluğuna bir neçə nazik hissəyə kəsib, zolaqları yolka şəklində üst-üstə qatlayıb çubuqla bir-birinə keçirtdim. Xəmiri bir qədər genişlədib, bişəndə şişə bilməsi üçün yer açdım. Sobada bişirib masaya servis etdim. Keçən yeni il süfrəsi üçün paylaşdığım video sevilmişdi. Bu paylaşımı da bəyənəcəyinizi ümid edirəm. Növbəti videolarda görüşənədək hələlik.